İstanbulda 5,9 magnitudalı daha bir zəlzələ meydana gəldi. Dobalifo az məlumat verir ki, İstanbul Valiliyi və Böyükşəhər Bələdiyyəsi dağıntıların olmadığını açıqlayıb. Ancaq şəhərdə bəzi köhnə binaların çökdüyünə dair məlumatlar paylaşılır. İstanbulda son bir saat içində arda-arda 6 zəlzələ meydana gəlib. Globalifo az məlumat verir ki, ilk olaraq Silivri yaxınlığında 25,54 km dərinlikdə 3,9, ikinci isə 23,6 km dərinlikdə 6,2 mal gücündə zəlzələ olub. Daha sonra Büyükçekmece bölgesinde 17 km dərinlikdə 4,4 və ardınca 23,5 km dərinlikdə isə 4,8 bal gücündə 2 zəlzələdə baş verib. Son olaraq eyni bölgədə 14 km dərinlikdə 4,4 və 16 km dərinlikdə isə 4,9 bal gücündə titrəyişlər hiss edilib. Mərmərə dənizində baş verən zəlzələnin Azərbaycana heç bir təsiri olmayacaq. Turkistan az məlumat verir ki, bunu Teleqrafa Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib. O, Mərmərə dənizində bir neçə aydır güclü aktivlik olduğunu bildirib. Bir müddətdir ki, ərazidə tektonik plitələrin hərəkəti yüksək idi. Müəyyən müddət orada bir neçə xırda təkanlar oldu. Biz bunu mərkəzdə olan sistem vasitəsilə görə bilirik. Xırda təkanlar olduqca enerji boşalması getmədi. İndi baş verən zəlzələnin magnitudası güclüdür. Hiss edilən zəlzələdir. Dağıntılara səbəb ola bilər. Tədqiqatlar göstərəcək ki, nələrə ziyan dəyib. Qurban Yetirmişlinin sözlərinə görə İstanbulda təkanların davam etməsi gözlənilir. Proses biraz da davam edəcək. Xırda təkanlar olacaq, çünki qeyd etdiyim kimi enerji boşalması getməyib. Azərbaycana isə heç bir təsiri olmayacaq. Seysmik quruluş və məsafə cəhətdən bu mümkün deyil. Bizim bütün ocaqlarda seysmiklik 0 səviyyəsindədir. Xırda təkanlar olur. Heç biri də hiss edilmir, qorxulu bir şey yoxdur. Biz dünyanın hər yerində baş verən zəlzələləri qeydə alırıq